Vaxtınız xeyir dəyərli izləyicilər. Bugün videomuz bir qədər fərqli mövzuya həsr olunubdur. Hakimlərin qərar vermə psixologiyası və stresin idarə olunması məsələlərinə toxunacağıq. Ümumiyyətlə, hakimlik peşəsi təkcə qanunları əzbər bilib tətbiq etməkdən ibarət deyil. Hər bir hakim eyni zamanda bir insandır və insanın qərar vermə prosesi psixoloji amillərdən asılıdır. Məhkəmədə hakimlərdən tam obyektiv, soyuqqanlı qərar verməsi gözlənilir. Lakin real həyatda hakimlər öz emosiyalarına, təcrübələrinə, zehnindəki müəyyən meyllərə, önyargılara tabedir. Bundan əlavə hakimlik böyük məsuliyyət tələb edən, böyük məsuliyyət daşıyan və stresli bir peşədir. Ağır iş yükü, mürəkkəb işlərin ağırlığı və cəmiyyətin daima diqqəti altında işləmək hakimlər üçün müəyyən mənada gərginlik, çətinliklər yaradır gündəlik həyatda. Bu videoda hakimlərin qərar vermə psixologiyası, yəni bir hakimin qərar qəbul edərkən beynində gedən proseslər və onlara təsir edən faktorlar və stresin idarə olunması mövzuları izah olunacaqdır. Real həyatdan da götürülmüş nümunələrlə mövzunu izah etməyə çalışacağıq. Ümumiyyətlə, hakimlərin qərar vermə prosesi zahirən çox məntiqi və qanuna uyğun görünür. Yəni, faktlar toplanır, qanun tətbiq edilir və nəticədə hökm verilir. Lakin pərdə arxasında, yəni bir hakimin beynində qərar vermə prosesi xeyli mürəkkəbdir. İnsan beyni qərar verərkən bəzən iki rejimdə işləyir. Yəni biri sürətli, intuitiv düşünmə, digəri isə yavaş və düşünülmüş analizdir. Hakimlər mümkün qədər ikinci rejimdə, yəni soyuq başla, qanuna uyğun və məntiqli qərar verməyə çalışırlar. Ancaq emosiyalar, fərdi təcrübə və bilik səviyyəsi, o cümlədən kognitiv önyargılar, yəni zehni qərəzlər və meyllər kimi psixoloji faktorlar istər-istəməz qərar vermə prosesinə təsir göstərə bilir. Hal-hazırda bu amillərdən hər birinə ayrı-ayrılıqda nəzər salınır. İlk növbədə ümumiyyətlə emosiyaların qərar vermə prosesinə təsiri haqqında danışaq. Heç kim daim tam emosiyasız qala bilməz. Yəni, bu insana aid olan bir xüsusiyyət deyil. O cümlədən hakimlərə aiddir. Bu, yəni, məsələn, ağır bir cinayət işinə baxan hakim insanlıqdan kənar bir vəhşilik görüb, qəzəblənə bilər, yaxud zərər çəkmişin acı hekayəsini eşidib kədərlənə bilər. Bu cür güclü emosiyalar hakimin düşüncəsinə təsir göstərir. Məsələn, çox qəzəbli olduqda hakim daha sərt cəza verməyə meyilli ola bilər. Yaxud dərin mərhəmət hiss edəndə daha yumuşaq qərar vermək istəyəcəkdir. İdeal halda hakimlər şəxsi hisslərini bir kənara qoyub yalnız faktlar və qanuna əsaslanmalıdırlar. Lakin bu hər zaman göründüyü kimi, yəni asan məsələ deyil. Məsələn, real həyatdan belə bir nümunə də çəkə bilərik. Bir məhkəmədə, yəni bir hakim məhkəmə zamanı çox sarsıdıcı bir ifadə eşidəndə az qala ağlayacaqdı. Lakin dərhal özünü ələ almaq üçün prosesə qısa fasilə elan edir. Məsələn, Cənubi Afrikada baş vermiş bir işdə məşhur idmançı Oskar Pistoriusun məhkəməsində hakim onun məhkəmə zalında hönkürdü ilə ağladığını görüb, belə deyək, yəni mərhəmət göstərərək fasilə vermişdi ki, təqsirləndirilən şəxs özünü toparlasın. Həmin hakim demişdi, mən insan olaraq sadəcə oturub tamaşa edə bilmərəm. Bu hadisə göstərir ki, hakimlər də insan təəssüfkeşliyinə malikdir və bəzən emosional vəziyyəti nəzərə almalı olur. Hakimlər tez-tez emosional əmək adlanan işlə məşğuldurlar. Yəni, öz duyğularını nəzarətdə saxlayıb zahirən soyuqqanlı görünməyə çalışırlar. Məsələn, ABŞ-da bir hakim etiraf edirdi ki, məhkəmədə dəhşətli faktları dinlədikcə içindən
ağlamaq gəlsə də hakim kürsüsündə ağlamaq olmaz deyə özünü saxlayırdı. Hakim hər gün cəmiyyətin ağır problemləri, cinayətlər, ailə dramları ilə üzləşir. Bu daimi emosional təzyiq altında insan kimi belə deyək də, daima emosional təzyiq altında olan insan kimi ya çox həssas olub hər şeydən sarsılacaqdır, yaxud da ki, tam hissizləşmək belə deyək, təhlükəsi yaradır. Bir Avstraliya məhkəmə hakimi bu barədə belə deyirdi ki, iki şeydən biri sənin başına gələ bilər. Ya yaxşı insan olaraq qalırsan, ancaq gördüyün hər dəhşətdən dəhşətə gələcək, belə ki, sarsılacaqsan. Hər dəhşətdən dəhşətə gələrək sarsılacaqsan. Ya da özünə nəhəng bir dəri yaradıb bu hissləri boğacaqsan. Lakin əgər sən insani hisslərini itirsən, düşünürəm ki, artıq yaxşı hakimlik edə bilməyəcəksən. Bu sözlər hakimlərin üzləşdiyi dilemanı çox gözəl ifadə edir. Həm insan olaraq qalmaq, həm də hisslərin qərara təsir etməməsinə imkan verməmək. Emosiyalar bəzən müsbət rol da oynayır. Məsələn, hakimin ədalətsizlik gördükdə hiss etdiyi vicdan narahatlığı onu daha diqqətli olmağa vadar edə bilər. Empatiya, belə deyək, yəni bəzən hakimin insan faktorunu nəzərdən qaçırmamasına kömək edir. Ancaq həddən artıq empatiya da təhlükəlidir. Məsələn, təkcə yazğı gəldiyi üçün qanunun tələb etdiyindən yüngül cəza vermək ədalət prinsipini poza bilər. Hakimlər çalışmalıdırlar ki, nə həddən artıq hissiyata qapılaraq qərəzli olsunlar, nə də tamamilə hissizləşərək insan amilini unutsunlar. Bu incə tarazlığı qorumaq üçün bəzi hakimlər meditasiya, nəfəs məşqləri kimi emosional özünü idarə metodlarına müraciət edirlər. Hakimlərin şəxsi təcrübəsi və biliyi onların qərar vermə təsirinə ciddi təsir edir. Təcrübəli hakim illər ərzində yüzlərlə işə baxdığı üçün müəyyən intuisiya qazanır. Belə hakimlər bəzən işin əvvəlindəki detallara baxmayaraq artıq hiss edirlər ki, məsələ hara gedir. Məsələn, 20 il cinayət işlərinə baxmış bir hakim məhkəmə zalında tərəflərin davranışlarından və ya dəlillərin xarakterindən intuitiv olaraq hiss edə bilərlər ki, təqsirləndirilən şəxs təqsirlidir yoxsa yox. Təcrübə sayəsində hakim bəzi hallarda qərarı daha tez və özünə inamla verir. Bu pozitiv tərəfdir. Çünki təcrübə hakimin bilik və bacarıqlarını artırır. Onu peşəkar səviyyədə avtomatikləşmiş belə deyək, qərarlar verməyə yaxınlaşdırır. Lakin təcrübənin təlaları da var. Məsələn, birincisi odur ki, çox təcrübə bəzən həddindən artıq özünə inam yaradaraq hökmdə, yəni hakimdə belə deyək də, mən artıq hər şeyi görmüşəm, bilirəm, hissi yarada bilər. Bu zaman hakim diqqətini zəiflədib, hər konkret işin özünə məxsus cəhətlərini gözdən qaçıra bilər. Məsələn, illərlə oxşar tipli narkotik işlərinə baxmış bir hakim düşünə bilər ki, bu işlərin hamısı eynidir. Nəticədə xüsusi hallara lazımi önəm verməyə bilər. Digər tərəfdən təcrübə ilə gələn rutin vərdişlər bəzən yenilikçi düşüncəni də azalda bilər. Xüsusilə məsələn gənc hakimlər bəzən daha yeni yanaşmalar gətirildiyi halda çox təcrübəli hakim həmişə belə olub prinsipi ilə qərar verə bilər ki, bu da bəzən mühafizəkarlığa gətirib çıxarır. Bilik səviyyəsi də vacibdir təbii ki. Hakimin hüquqi biliyi nə qədər geniş və dərindirsə, bir o qədər də əsaslı qərarlar verir. Hüququ yalnız bilən hakimlər belə deyək, qanunun incəliklərini tətbiq edərək daha doğru nəticələrə gələ bilirlər. Əksinə, hansısa spesifik sahədə, məsələn, vergi hüququ, yaxud da ki, süni intellektlə bağlı məsələlərdə təcrübəsi və biliyi az olan
hakim belə işlərlə üzləşəndə qərar verməkdə daha çox çətinlik çəkə bilər. Əlavə araşdırmaya, mütəxəssis rəyinə ehtiyac duya bilər. Bu da qərar vermə prosesini həm ləngidir, yaxud hakimdə özünə inam əskikliyi yaradaraq stresi artıra bilər. Belə bir praktik nümunə də gətirə bilərik. Məsələn, təsəvvür edin ki, bir hakim uzun illər ərzində ancaq mülki işlərə baxıb və xeyli təcrübə qazanıb. Və birdən-birə onun qarşısına ilk dəfə baxdığı bir kiber cinayət işi çıxır. Bu sahədə bilgisi az olduğu üçün o qərar verməzdən əvvəl xeyli araşdırma etməli olacaqdır. Yeni məlumatlar öyrənməli olacaqdır. Belə halda təcrübəli hakim də özünü yenidən belə demək mümkündürsə tələbə kimi hiss edəcəkdir. Bu cür vəziyyətlərdə hakim daha ehtiyatla qərar verəcək. Bəlkə də tərəflərdən əlavə izahatlar da istəyəcəkdir. Göründüyü kimi, yəni təcrübə və bilik bir çox hallarda hakimin işini asanlaşdırsa da, bəzən yeni situasiyalarda onları yenidən belə demək mümkündürsə sınağa da çəkir. Kognitiv ön yargıya gəldiyimiz təqdirdə, yəni söhbət intuitiv, eyni zamanda həm də intuitiv meyllərdən gedir. Ümumiyyətlə, kognitiv ön yargı dedikdə, bu insan beyninin düşüncədə sistematik sapmalara yol verməsi nəzərdə tutulur. Yəni, beynimiz bəzən müəyyən qısa yollarla və ya əvvəlcədən formalaşmış stereotiplərə qərar verir ki, bu da obyektivliyə xəlal gətirə bilər. Hakimlər bunun belə də bütün insanlar kimi bu cür zehni təlalardan sığortalanmayıblar. Tədqiqatlar göstərir ki, məhkəmə qərarları da digər insan qərarları kimi tez-tez yəni bu cür belə deyək də, yəni sapmalardan və müxtəlif kognitiv önyargılardan təsirlənirlər. Yəni hakim nə qədər ədalətli olmağa çalışsa da, şuuraltı meyllər onun qərarına təsir göstərə bilir. Bir neçə belə deyək, məşhur kognitiv önyargı nümunəsini nəzərdən keçirdə bilərik. Məsələn, belə deyək, təsdiqləmə qərəzi, confirmation bias. Bu zaman insanlar adətən əvvəlcədən inandıqları fikir və ya ehtimalları təsdiqləyən məlumatlara daha çox diqqət verirlər. Onu təksib edən məlumatları görməməzlikdən gələ bilirlər. Hakim üçün bu belə yəni bu formada təzahür edə bilər. Əgər hakim işin əvvəlində öz-özlüyündə görünür, belə deyək də, əgər düşünürsə ki, daha doğrusu yəni təqsirləndirilən şəxsin təqsirli olduğunu düşünürsə və belə bir nəticə çıxarırsa, sonrakı prosesdə o özü də fərqində olmadan artıq günahı sübut edən dəlillərə daha az önəm verəcəkdir və əksini göstərən nüansları isə yəni az nəzərə alacaqdır. Bu da obyektivliyi poza bilər. Məhz bu səbəbə görə də hakimlər özlərində belə bir meylin ola biləcəyini dərk edib, hər yeni dəlilə açıq fikirli yanaşmağa çalışmalıdırlar. Məsələn, yaxşı bir praktika odur ki, hakim hökm yazarkən hər bir sübutu ayrıca dəyərləndirsin və yalnız bütövlükdə qiymət verdikdən sonra nəticə hasil etsin. Əks halda əvvəlcədən formalaşmış fikir onu yanlış yönləndirə bilər. Digər tərəfdən lövbər effekti də xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Bu önyargı insan beyninin ilk təqdim edilən rəqəm və ya məlumatın təsiri altında sonrakı qərarını ona tərəf çəkməsi ilə bağlıdır. Məsələn, belə deyək, bir işdə deyək ki, iddiaçı 1 milyon manat təzminat tələb edirsə, bu böyük rəqəm hakim üçün bir növ psixoloji lövbər rolunu oynaya bilər. Hakim tam obyektiv qalmağa çalışsa da, istəmədən düşünür ki, yox, 1 milyon yox, amma yəqin xeyli məbləğ olmalıdır və
sonda bəlkə də 200.000 manat təyin edir. Halbuki eyni işdə iddiaçı 100.000 istəsəydi, bəlkə də hakim 50.000 verəcəkdi. Tədqiqatlar məhz bunu sübut edir ki, hakimlərə əvvəlcədən hər hansısa yüksək bir rəqəm göstərildikdə, onların təyin etdiyi cəzalar və ya təzminat məbləğləri həmin rəqəmin olmadığı hala nisbətdə xeyli yüksək olur. Bir eksperiment zamanı hakimlərin yarısına deyilib ki, məsələn, filan televiziya verilişində oxşar iş üzrə hakim $400.000 təzminata qərar verir. Əgər yəni digər yarısına isə heç bir rəqəm deyilməyib. Nəticədə rəqəm daha doğrusu rəqəmi eşitməyən hakimlər orta hesabla $6.000 təzminat təyin etdiyi halda, yüksək rəqəm eşidən qrupda orta hesabla $50.000 belə deyək, təyin ediblər. Bu dramatik fərq lövbər təsirinin gücünü göstərir. Hakimlər buna qarşı tədbir olaraq qərar verərkən özlərinə belə bir sual verə bilərlər. Görəsən, mənə təqdim olunan ilkin rəqəm və ya informasiya olmasaydı, yenə də eyni qərarı verərdimmi? Bu cür özünü yoxlama sahəsində lövbər effektini azaltmaq mümkündür. Başqa bir önyargı mövcudluq önyargısıdır. Bu insanın yaddaşında və ya yaxın zamanlarda diqqətini cəlb etmiş hadisənin və yaxud da ki, məlumatın onun qərarını həddindən artıq təsir etməsi deməkdir. Məsələn, əgər son dövrlərdə mediada geniş işıqlandırılan bir cinayət hadisəsi baş veribsə, məsələn, deyək ki, silahlı soyğun, hakim fərqində olmadan qarşısındakı oxşar işə daha ciddi yanaşa və daha sərt cəza verə bilər. Çünki həmin hadisənin təfərrüatları onun zehnində təzədir və riskləri şişirdə bilər. Mövcudluq önyargısı hakimi real statistikadan uzaqlaşdıra bilər. Məsələn, əslində nadir rastlanan bir cinayət növünü sanki çox yayılmış kimi qiymətləndirməyə gətirib çıxarır. Başqa bir önyargı həddindən artıq özünə inam önyargısıdır. Overconfidence bias deyilir buna. Bu bir çox belə də peşəkar insanda olduğu kimi hakimlərdə də təsadüf olunur. Xüsusilə təcrübəli hakimlər çox zaman öz qərar vermə bacarıqlarına güvənirlər və düşünürlər ki, onlar qərazlı qərar vermir. Məsələn, bir sorğuda hakimlərin 97%-i özünü qərəzsiz qərar vermək bacarığına görə orta səviyyədən yuxarı hesab etmişdir. Təbii ki, statistik olaraq hakimlərin 97%-nin ortadan üstün olması qeyri-mümkündür. Bu nəticə əslində çoxunun öz qüsurlarını görmədiyini göstərir. Həddindən artıq özünə inam hakimin mən qərazlı ola bilmərəm deyə düşünməsinə səbəb ola bilər ki, bu da təhlükəli bir önyargıdır. Çünki insan özündə problem görmürsə, onu düzəltmək üçün heç bir addım da atmayacaqdır. Buna görə də hər bir hakim nə qədər təcrübəli və vicdanlı olsa da anlamalıdır ki, o da insandır və şuuraltı qərəzlərə məruz qala bilər. Məhz bu anlayış obyektivliyi qorumağın belə deyək, ilk şərtidir. Qeyd olunan ön yargıların hər biri hakimin qərarına kiçik də olsa müəyyən mənada təsir göstərə bilər. Bəzən hakimin fiziki və zehni vəziyyəti qərar vermədə mühüm rol oynayır. Məsələn, çoxsaylı araşdırmalar göstərib ki, hakimlər günün müəyyən saatlarında fərqli qərarlar verə bilirlər. Səhər, deyək ki, məsələn, enerji dolu ikən hakim daha təmkinli və mərhəmətli qərar verirsə, uzun müddət fasiləsiz işlədikdən sonra, yaxud ac qaldıqdan sonra qərar vermə yorğunluğu yaşayaraq daha konservativ qərarlar verə bilir. Bunun bariz nümunəsi İsrail məhkəmələrində aparılan məşhur bir tədqiqatdır. Həmin araşdırmada müxtəlif hakimlərin şərti azadlığa buraxılma qərarları təhlil olunub və məlum olub ki, səhər məhkəmə başlayanda və nahardan dərhal sonra hakimlər daha çox məhkumun
azadlığa çıxmasına icazə verdilər. Lakin fasiləyə yaxın, yəni hakim yorğun və ac ikən demək olar ki, heç kimi buraxmırlar. Səhər sessiyasının əvvəlində təxminən müraciətlərin 65%-i təmin olunduğu halda fasiləyə yaxın bu rəqəm sıfıra düşürmüş. Alimlər bunu izah edirlər ki, hakim yorulduqca və qan şəkəri azaldıqca beyin riski də belə deyək də və çətin belə deyək də beyin riskli və çətin qərarlar vermək istəmir. Yəni status quo-nu saxlamaq yolunu tutur. Fasilə və qida qəbulundan sonra isə yenə nisbətən cəsarətli qərarlar verməyə başlayırlar. Bu tədqiqat bir daha göstərir ki, hakimlər belə xırda görünən amillərin təsirindən xəbərdar olmalı və mümkün qədər fiziki ehtiyaclarını təmin edib dincəlmiş beyinlə mühüm qərarlar verməlidirlər. Beləliklə, hakimin qərar vermə prosesinə təsir edən psixoloji amilləri ümumiləşdirsək, deyə bilərik ki, bunlar əsasən emosiyalardır, təcrübə və bilikdir, həmçinin hakimin zehni ön yargılarıdır. Hüquq sistemi hakimlərdən tam obyektivlik tələb etsə də, insan faktorunu tamamilə aradan qaldırmaq qeyri-mümkündür. Vacib olan odur ki, hakimlər özlərini tanısınlar. Hansı halda emosiyaların və ya ön yargıların təsirinə düşə biləcəklərini bilsinlər və bunun qarşısını almaq üçün tədbirlər görsünlər. Hakimlərin üzləşdiyi stres faktorlarına gəldikdə isə, ümumiyyətlə, hakimlik peşəsi xaricdən çox nüfuzlu və rahat görünə bilər. Lakin əslində bu iş yüksək səviyyədə stres mənbələri ilə doludur. Bir çox araşdırmalara görə hakimlərin işi ən stresli peşələrdən biri hesab olunur. Stresin səbəbləri müxtəlifdir və həm işin mahiyyəti, həm də təşkilati amillərlə bağlı ola bilər. Məsələn, ilk növbədə məsuliyyətin ağırlığını qeyd edə bilərik ki, hakim hər verdiyi qərarla insanların həyatına birbaşa təsir edir. Bu qərarlar çox ağır qərarlardır. Məsələn, bir insanın illərlə azadlıqdan məhrum edilməsi, bir uşağın ailədən alınaraq başqa ailəyə verilməsi, böyük məbləğlərin bir tərəfdən alınıb digərinə verilməsi və s. kimi işləri belə deyək də ciddi məsuliyyət tələb edən işlər kateqoriyasına aid etmək olar. Və hər bir belə qərarın yükü təbii olaraq hakimin çiyinlərinə düşür. Qərarların geri dönüşü çətin olduğu üçün təbii olaraq apellyasiya yolu vardır. Lakin yəni söhbət hakimin verdiyi mövcud qərardan gedir. Hakim daima düzgün qərar verdimmi narahatlığı keçirir. Və bu da öz-özlüyündə ciddi psixoloji təzyiq yarada bilir. Digər tərəfdən hakimlərin emosional yüklənməsi də stresə səbəb olur. Yəni daha əvvəl qeyd olunduğu kimi hakimlər müntəzəm olaraq ağır və sarsıdıcı hadisələrlə qarşılaşırlar. Xüsusilə yəni cinayət və mülki məhkəmə işlərində hakimlər hər gün cinayətlər, zorakılıqlar, faciələr haqqında məlumatlar dinləyirlər. Məsələn, belə deyək, bir hakim gün ərzində uşaq istismarına dair bir neçə işə deyək ki, baxa bilər. Hər bir iş öz-özlüyündə emosional olaraq, təbii olaraq üzücüdür. Şahid ifadələri, zərərçəkmişlərin hekayələri, fotolar, videolar, digər sübutlar, bunların hamısı hakimin psixikasına təbii olaraq təsir göstərir və günün sonunda hakim özü çox mənfi emosiyalar yığa bilər. Hətta bir çox hakim etiraf edir ki, işdən sonra belə bu hadisələri yəni unutmaq və öz həyatına davam etmək çox çətin olur. Bu da belə deyək, ikinci dərəcəli travma deyilən vəziyyətə gətirib çıxara bilər. Yəni hakim özü birbaşa zərər çəkmiş olmasa da başqalarının travmatik hekayələrini dinləməkdən sanki travma yaşamış kimi olur.
Digər tərəfdən iş yükü və zaman təzyiqi də hakimlərdə stressə səbəb olan amillərdəndir. Bir çox hallarda, bir çox ölkələrdə hakimlərin üzərinə böyük sayda iş düşür. Məsələn, bəzi hakimlər hər gün bir neçə məhkəmə iclası aparır. Üstəlik, kabinetində onlarla iş üzrə sənədlərlə tanış olurlar, qərar layihələri hazırlayırlar. Vaxt məhdudiyyəti və işlərin yığılması böyük stres yaradır. Hakim bilir ki, bir işi gecikdirəndə ədalət təxirə düşür. Ədalətin gecikməsi ədalətsizliyə bərabər bir hal hesab olunur. Və buna görə də hakimlər çox zaman gec saatlara qədər çalışırlar. Həftə sonları belə sənədləri oxuyurlar. Uzun iş saatları yığılıb, yəni uzun iş saatları ümumiyyətlə yığılıb qalmış işlər insanda tükənmişlik, burnout hissi yaradır. Statistikaya görə iş yükü hakimlərin stresinin bir nömrəli səbəbidir. Bir sorğuda hakimlərin 83% məhz həddən artıq iş yükünü əsas stres faktoru kimi göstərmişdir. Başqa bir stres səbəbi məlumat və belə deyək, mövzu overloadudur. Yəni mövzu çoxluğudur. O mənada ki, hakimlər hər bir iş üzrə çoxlu informasiya ilə işləyirlər. Qanunvericilik, iş materialları, sübutlar, əvvəlki məhkəmə qərarları və s. bütün bunları oxuyub mənimsəmək böyük bir zehni enerji tələb edir. Xüsusilə mürəkkəb, çox şəxsli və çox şaxəli işlərdə hakim üçün informasiya yükü streslidir. Bu ABŞ-ın Ədalət Proqramları Ofisi, OGP tərəfindən aparılmış bir təhlildə qeyd olunur ki, hakimlərin stres səbəblərindən biri də informasiya və mövzu bolluğudur, overloadudur. Yəni hər bir hakim belə deyək də, yəni həm işlərin sayı baxımından, həm də işin özünün ağırlığı baxımından kifayət qədər geniş bir məlumat bolluğu içərisində olur. Ki, bu da təbii olaraq stresə səbəb ola bilir. Digər tərəfdən sosial izolyasiyanın özü də stresə səbəb ola bilir. Yəni hakimlər çox vaxt cəmiyyətdən qismən təcrid olunmuş vəziyyətdə yaşayırlar. Çünki hakim obyektivliyini qorumalı olduğu üçün bəzi sosial fəaliyyətlərdən uzaqdır. Məsələn, açıq müzakirələrə qoşulmur, potensial olaraq məhkəməyə gələcək şəxslərlə qeyri-rəsmi münasibətlər qurmamağa çalışır. Bundan başqa hakimlərin dost çevrəsi də məhdud olur. Yəni o qədər də çox insanla səmimi ünsiyyət saxlamır. Öz belə deyək də problemlərini bölüşmür. Yəni tənhalıq və təcrid hissi uzun müddətdə stres yarada bilir. Həmçinin hakimlər çox zaman qərarları tək başına verdikləri üçün, məsələn, birinci instansiya hakimi deyək ki, işdə tək başına qərar verir. Yəni yalnız qalırlar, belə deyək. Onların həmkarlarından məsləhət alma imkanları da bir çox hallarda mövcud olmur. Yəni işin məxfiliyinin belə deyək də qorunması nöqteyi nəzərindən. Və bu da bəzi hallarda yəni stresə səbəb ola bilir. OGP-nin hesabatına görə belə deyək, hakimlərin həm sosial izolyasiyası, həm də fikrinin sorğulanmaması stres doğurur. Çünki insan bəzən iş yoldaşı ilə məsləhətləşmək, yaxud da ki, gördüyü iş barədə rəy eşitmək istəyir. Lakin hakimlərdə bu imkanlar kifayət qədər məhduddur. Digər tərəfdən maliyyə və digər təzyiqlər də stresə səbəb ola bilir. Çünki bəzi ölkələrdə hakimlərin maaşı elə də yüksək olmur, ya da gözləntilərinə uyğun olmur. Bu da belə deyək, ailəvi maliyyə sıxıntılarını gətirib çıxara bilir. Xüsusilə özəl sektordakı hüquqşünasların daha çox qazandığını görən hakimlər maddi səbəblərə görə stres keçirə bilərlər.
Amma qeyd edək ki, yəni bu hər yerdə aktual deyil. Məsələn, Azərbaycanda və bir çox ölkələrdə hakim maaşları orta səviyyədən kifayət qədər yüksəkdir ki, yəni bu korrupsiya meyllərini azaltsın. Midlife crisis deyilən orta yaş dövründə hakimlik illərinin təsadüf etməsi də öz-özlüyündə stres faktorudur. Yəni insan karyerası və həyatı barədə düşüncələrə dair belə deyək də işində yəni monotonluq hiss edə bilər. Stres faktorlarından biri də ictimai təzyiq və tənqiddir. Xüsusilə yüksək profilli məhkəmə işlərində hakimlər mediadan və cəmiyyətdən böyük təzyiq hiss edirlər. Məsələn, cəmiyyətin qəzəbinə səbəb olmuş bir cinayət işində hakim qanuna uyğun yüngül cəza versə, ciddi ictimai təzyiqə məruz qala bilər. Yaxud əksinə, populyar bir fiqura qarşı hökm çıxaranda media tərəfindən linç oluna bilər. Hər hakimin qərarı yazılı şəkildə əsaslandırıldığı üçün və açıq müzakirəyə çıxarıla bildiyi üçün verdiyi hər qərarın sonradan cəmiyyət və ya yuxarı instansiyalar tərəfindən tənqid olunma ehtimalı daima vardır. Bu isə ya səhv etsəm qorxusu ilə birlikdə, yəni hakimdə xeyli gərginlik yaradır. ABŞ Ali Məhkəməsinin sədri John Roberts 2016-cı ildə ilk hesabatında federal hakimlərin işini belə təsvir etmişdi. Uzun iş saatları, dəqiqlik tələb edən bacarıq və yüksək həsrət. Bunların müqabilində yeganə təminat, stres, tənhalıq və mütləq tənqiddir. Bu cümlə hakimlik peşəsinin çətinliyini əslində elə çox yaxşı ifadə edir. Əlavə olaraq təhlükəsizlik narahatçılıqları da stresə səbəb ola bilir. Bəzi hallarda hakimlər birbaşa təhlükə ilə üz-üzə qala bilirlər. Məsələn, mafiya, terror və ya digər ağır cinayətkar qruplarla bağlı işlərə baxan hakimlərə təhdidlər olur. Tarixdə bir sıra hallarda hakimlərə sui-qəsdlər belə edilmişdir. Bir çox hakim evinin, ailəsinin təhlükəsizliyindən narahat olur. Özünə mühafizəsi tutmağa məcbur qalır. ABŞ-da aparılan bir sorğuda hakimlərin 1/3-i peşə fəaliyyətinə görə təhlükəsizlik qayğısı səbəbindən davranışlarını dəyişdirdiyini bildirmişdir. Məsələn, bəziləri evinə təhlükəsizlik sistemi quraşdırır, bəziləri ictimai yerlərdə daha ehtiyatlı davranırlar. Bu cür fiziki təhlükə hissi təbii olaraq daima stres faktorudur. Qeyd olunan faktorlar göstərir ki, hakimlər çox ölçülü stres mənbələri ilə üz-üzədir. Hər bir hakim üçün bu amillərin kombinasiyası fərqli ola bilər. Məsələn, birini daha çox ağır işlərin emosional tərəfi yorar, digərini isə işin həcmi yora bilər, yaxud da ki, təhlükəsizlik riskləri. Lakin istənilən halda bu stres faktorları uzun müddət davam edəndə həm hakimin şəxsi sağlamlığına, həm də gördüyü işin keyfiyyətinə təsir göstərir. Və bunların, belə deyək, yəni bu risklərin aradan qaldırılması üçün müəyyən, belə deyək də, tədbirlərin həyata keçirilməsi, müəyyən fəaliyyətin həyata keçirilməsi zərurəti vardır. Bunlar təbii olaraq müəyyən nəticələrə, belə deyək, yəni səbəb ola bilirlər. Ümumiyyətlə, stresin hakimlərə təsirləri də, belə deyək, yəni bir çox istiqamətlərdə mövcud ola bilir. Xüsusilə, məsələn, uzun müddətli və ya şiddətli stres istənilən insanın sağlamlığına və fəaliyyətinə yəni təsir edir. Hakimlər də istisna deyirlər. Əksinə, qeyd elədiyimiz kimi hakimlər həm xroniki stresə, həm də ani stres partlayışlarına məruz qalırlar. Və bu stres hakimlərə təbii olaraq təsir göstərir. Yəni burada söhbət həm
fiziki, həm də psixoloji, o cümlədən həm də peşəkar səviyyədə müəyyən belə deyək, yəni nəticələrə diqqət eləmək lazımdır. Məsələn, psixoloji təsirlər və tükənmişlik hissi bu belə deyək, uzun müddətli stres tükənmişlik sindromuna səbəb ola bilir. Tükənmişlik dedikdə biz burnout, insanın işindən mənəvi yorğunluq hiss etməsi, motivasiyasının itməsi, emosional boşalma vəziyyətidir. Hakimlərdə belə bir burnout özünü bir sıra əlamətlərdə göstərə bilir. Məsələn, yaddaşın zəifləməsi, deyək ki, yaxınlarda olan hadisələri, yaxud da ki, iş detallarını unuda bilirlər. Başqalarına qarşı həssaslığın itməsi, deyək ki, empatiyanın azalması, insanlar üçün əvvəlki qədər narahat olmamaq hissi, yaxud da ki, özünə qapanma və ya həyatdan küskünlük kimi nəticələr yarada bilir. Ümumiyyətlə, burnout yaşayan hakim birdən-birə işə laqeyd yanaşmağa, yəni əsəbi, hər şeydən narazı bir insan olmağa başlaya bilir. Bu da həm onun şəxsi həyatına, həm də məhkəmə prosesinə mənfi təsir göstərir. Psixoloji stres əlamətləri kimi depressiya, narahatlıq, yuxu pozuntuları da meydana çıxa bilər. Hakim gecələr iş barədə düşünməkdən yata bilməyə bilər. Daim narahat ola bilər ki, bəlkə də hardasa səhv etdim, ya da görəsən sabah falan ağır işi necə həll edəcəm. Bəzi hakimlər xroniki stres üzündən əsəbilik və tez hisslənmə probleminə də düçar olurlar. Bu kiçik məsələlərə qarşı belə yəni dözümsüz reaksiya verirlər. Məsələn, məhkəmə zalında kiçik bir gecikməyə görə, məsələn, belə deyək də, yaxud da ki, vəkilin hazırlıqsız olmasına qarşı qeyri-adi dərəcədə sərt reaksiya göstərə bilərlər. Və bundan sonra da yəni buna görə peşman olduqlarını, lakin stresin onların, yəni buna səbəb stresin olduğunu bildirə bilərlər. Həqiqətən də bir araşdırmada hakimlər üçün ən stresli hallardan biri hörmətsiz və ya hazırlıqsız vəkillərə, yəni nizamsız belə deyək də, tərəflərlə üzləşmək olduğu müəyyən edilmişdir. Yəni stresli hakim daha tez belə deyək, partlaya bilir. Bu da məhkəmə prosesinin ahəngini poza bilər. Başqa bir nəticəsi bu fiziki sağlamlığa təsirləri ilə əlaqədardır. Stresin fizioloji təsirləri yaxşı məlumdur. Bu immun sisteminin zəifləməsidir, ürək-damar xəstəlikləri riskləridir və s. Hakimlərdə də xroniki stres bir sıra fiziki simptomlarda özünü göstərir. Xüsusilə xroniki yorğunluqdur, baş ağrılarıdır, yuxusuzluqdur, yüksək qan təzyiqidir, hətta mədə problemləri belə müşahidə oluna bilir. Bəzi hakimlər gərginlikdən qurtulmaq üçün siqaretə yaxud spirtli içkiyə də üst tuta bilərlər ki, bu da zamanla sağlamlığı daha da korlayır. Məsələn, OGP-nin hesabatında vurğulandığı kimi, həddindən artıq içki qəbul etmək stres altında olan peşə sahiblərinə, təbii olaraq bura hakimlər də daxildir, rast gəlinən bir haldır. Və uzun müddət yüksək stres altında işləyən şəxslərdə immun sistemi zəiflədiyindən tez-tez soyuq dəymə, yolxusu xəstəliklərə tutulma halları da artır. Yəni, hakimlərin də sağlamlığı stresdən birbaşa təsirlənir və bu son nəticədə onların iş qabiliyyətini aşağı sala bilər. Başqa təsirləri, deyək ki, peşəkar fəaliyyətə təsirləri biz göstərə bilərik ki, stresli hakim istəsə də, istəməsə də qərarların keyfiyyətinə təsir göstərir. Birincisi, diqqət və konsentrasiya problemi yaşayır. Çünki zehni gərgin olan hakim mürəkkəb işlərin detallarını gözdən qaçırır, huşsuzluq səbəbindən səhvlər edir. Digər tərəfdən obyektivliyin itməsi riski vardır. Məsələn, həddindən artıq yorğun hakim
bir an əvvəl işi bitirmək üçün bəlkə də kifayət qədər müzakirə etmədən qərar verir. Yaxud emosional belə deyək, tükənmiş hakim tərəflərə qarşı laqeyd yanaşıb hamıya eyni gözlə belə deyək, baxır. Ya digər tərəfdən deyək ki, işə gecikdirmə kimi hallar da, yəni işlərin yubanması kimi hallar da baş verir. Stressdən belə deyək, sanki yəni donub qalan hakim bəzi qərarları yazmağı təxirə salır. Çünki zehni cəhətdən özünü hazır hiss eləmir. Bütün bunlar ədalət mühakiməsinin effektivliyini aşağı salan hallardır. Stresin peşəkar nəticələrindən biri də karyerada erkən tükənmə və istefa hallarıdır. Əgər hakim uzun müddət yüksək stres altında qalırsa və bununla effektiv mübarizə apara bilmirsə, o ya səhvlərə yol verəcəkdir, yaxud da sağlamlıq problemlərinə görə vaxtından əvvəl təqaüdə çıxacaqdır. Məsələn, bəzi ölkələrdə gənc yaşlarında hakim təyin olunanların bir qismi 5-10 il sonra vəzifədən imtina edib özəl sektora keçirlər. Səbəblərdən biri də təbii olaraq stres və işdən məmnun olmamaqdır. Halbuki təcrübəli hakimlərin sistemi, belə deyək də, məhkəmə sistemini, yəni vaxtından əvvəl tərk etməsi hüquq sistemində, ümumiyyətlə ədalət mühakiməsi sistemində bir boşluğa səbəb olur. Digər tərəfdən stres şəxsi həyata da təsir edir. Hakimin işdəki stresi onun ev həyatına təbii olaraq yansıyır. Ailə üzvləri ilə münaqişələr, valideynlik öhdəliklərini yerinə yetirməkdə çətinliklər yaranır, dostlarla görüşməyə həvəs qalmır kimi hallar baş verə bilir. Bəzi hakimlər işdən sonra ümumiyyətlə insanlarla ünsiyyət qurmaq istəmədiklərini, tək qalmağa meyilləndiklərini deyirlər. Bu da depressiv əlamətlərin bir hissəsidir. Stres həmçinin ailə münasibətlərinə mənfi təsir göstərir. Məsələn, evdə xırda problemlərə səbirsiz davranmaq, uşaqlara vaxt ayırmamaq ya da daim fikirli olub ailə söhbətlərinə qoşulmamaq kimi. Və bu uzun müddət belə davam etdikdə hakimlərin ailə münasibətlərində soyuqluq, hətta boşanma hallarına da gətirib çıxara bilir. Beləliklə, stres hakimin həm özünə, həm də ədalət mühakiməsinə ciddi ziyan vuracaq nəticələrə gətirir. Buna görə də müasir dövrdə bir çox məhkəmə sistemləri hakimlərin rifahına diqqət ayırmağa başlayıb. Vaxtilə bu mövzu bir qədər tabu idisə, yəni hakimlər zəiflik əlaməti kimi qəbul olunar deyə stressdən şikayət etməzdilər. İndi isə bunu açıq etiraf edirlər. Yəni hakimlər də belə deyək, psixoloji dəstəyə və stres idarə etməsinə ehtiyac duyurlar. Bu stresin idarə olunması üçün, ümumiyyətlə hakimlərdə stresin idarə olunması üçün hansı üsulların mövcud olduğuna və hakimlərin özlərini bu təhlükəli təsirlərdən qorumaq üçün nə edəcəklərinə baxaq. Ümumiyyətlə, stresin idarə olunması, bunun özünə məxsus, yəni psixoloji metodları və strategiyaları vardır. Stres tamamilə aradan qaldırıla bilməsə də, onu idarə etməyin yolları vardır. Hakimlər üçün stresin idarə olunması xüsusilə vacibdir. Həm öz sağlamlıqlarını qorumaq baxımından, həm də ədalətli qərarlar verməyə davam edə bilsinlər deyə stres idarə olunmalıdır. Xüsusilə psixoloji metodlar və strategiyalar dedikdə, burada həm fərdi olaraq hakimin öz tətbiq edə biləcəyi üsullar, həm də sistem səviyyəsində tədbirlər nəzərdə tutula bilər. İlk növbədə fərdi səviyyədə hakimlərə kömək edə biləcək metodlardan danışaq. İlk növbədə özünü maarifləndirmə və problemin qəbul olunmasına diqqət ayırmaq lazımdır. Bu, yəni ilk addım kimi, yəni şəxs stresli olduğunu qəbul etməli və bunun
normal olduğunu anlamalıdır. Hakim anlamalıdır ki, o belə deyək, Superman deyil və bu peşədə stres yaşamaq təəccüblü də deyil. Problemi qəbul etmək onun həlli yolunda əsas şərtdir. Bəzi hakimlər hiss edirlər ki, stres onları tükəndirir, lakin bunu etiraf etməyə çəkinirlər. Halbuki bunu qəbul edib, bəli, mən yorulmuşam, köməyə ehtiyacım var deməyin özü psixoloji rahatlama gətirir və insanı çıxış yolları axtarmağa yönəldir. Digər tərəfdən vaxtın idarə olunması və iş yükünün tənzimlənməsi də stresin idarə olunmasının əsas üsullarından biridir. Stresin çünki böyük hissəsi işin həddindən artıq çoxluğu və vaxt azlığından qaynaqlandığı üçün hakimin mümkün qədər planlı işləməsi önəmlidir. Hakim öz qrafikini effektiv təşkil etməlidir. Məsələn, ən çətin və diqqət tələb edən işləri günün daha məhsuldar saatlarında görməlidir. Kiçik və asan məsələləri isə yorğun vaxtlara saxlaya bilər. Ardıcıl saatlarla işləməkdəndirsə, arada belə də fasilələr vermək də lazımdır. Bir çox hakim gün boyu fasilə etmədən məhkəmə iclasları aparır ki, bu da yorğunluğu kəskin şəkildə artırır. Halbuki mümkün qədər bir neçə saatdan bir qısa ara vermək lazımdır. Ən azından bir stəkan su içib, otaqda biraz gəzmək və ya sadəcə beyni dincəltmək üçün 5 dəqiqəlik nəfəs prosedurları həyata keçirmək faydalıdır. Buna Amerikada balta itiləmək üçün vaxt ayırmaq prinsipi deyilir. Belə bir prinsip var məşhur. Yəni fasilə vermək vaxtı vaxt işçisi hesab olunmur. Əksinə sonra işin daha səmərəli getməsinə şərait yaradır. Hakimlər bu prinsipə uyğun hərəkət etməlidirlər. İş bölgüsü də vacibdir. Məsələn, Azərbaycanda elə hakimlərin köməkçiləri və katibləri olur. Hakim hər şeyi özü etməyə çalışmamalıdır. Sənədlərin hazırlanmasıdır, materialların toplanması kimi işləri köməkçilərinə etibar edib öz diqqətini bilavasitə qərar vermə prosesinə yönəldə bilərlər. Həmçinin mümkün olduqca məhkəmə rəhbərliyindən çox yükləndiyi halda əlavə kadr resursu istəmək də bir çıxış yolu hesab oluna bilər. Düzdür, yəni bu idarə etmə səviyyəsində həll olunası bir məsələdir. Amma hər bir halda hakimlər yüksək səviyyədə yüklənməsini, yəni dilə gətirməkdən çəkinməməlidirlər. Həmçinin ailə və şəxsi həyata vaxt ayırmaq da stresi azaldan belə deyək də tədbirlərdən biri hesab oluna bilər. Hakim üçün işi ilə yanaşı şəxsi həyatı arasında da belə deyək, yəni səhvət qoymaq, yəni bunları balanslaşdırmaq önəmlidir. Hər nə qədər iş çox olsa da bir nöqtədə kompüteri söndürüb evə getmək lazımdır. Evdə mümkün qədər iş barədə düşünmək, ailə ilə vaxt keçirərkən telefonu kənara qoymaq kimi sadə metodlar belə psixoloji yüklənməni azalda bilər. Ailə dəstəyini cəlb etmək də faydalıdır. Hakim öz ailəsində yaşadığı gərginlikdən danışa bilər, hisslərini bölüşə bilər. Bəzən sadəcə ürəyi boşaltmaq insanı yüngülləşdirir. Ailə üzvləri də anlamalıdırlar ki, hakim işdən yorğun gələndə biraz istirahətə ehtiyacı var və bu qarşılıqlı anlayış stresin ev mühitində belə deyək də, ev mühitinə daşınmasını azaldır. Şəxsi həyatda hakim hobbilərə, maraqlara da vaxt ayırmalıdır. Məsələn, idmanla məşğul ola bilər, stresini azaltmağın ən yaxşı yollarından biridir. Kimisi üçün bu, məsələn, səhərlər qaçmaq, kimisi üçün həftədə bir neçə dəfə üzgüçülük, bəziləri üçün sadəcə gəzinti, parkda gəzinti, belə deyək də, yəni bu tədbirlər sırasına daxil edilə bilər. Fiziki aktivlik həm stres hormonlarını azaldır, həm də fikri dağıdır. Məsələn, yəni bundan başqa deyək ki, musiqi ilə məşğul olmaq, rəsm çəkmək, bağçılıq, balıq tutmaq, yəni bu zövqə görə dəyişir. Belə məşğuliyyətlər hakim beyninin işinin
belə deyək də, işin gərginliyindən ayırır və yenilənmiş enerji ilə geri qayıtmağa kömək edir. Dostlarla ünsiyyət də təbii olaraq unudulmamalıdır. İşindən kənar çevrəsi olan hakimin fəaliyyəti daha yəni balanslı olur. Məsələn, həftədə bir dəfə ən azı dostlarla görüşüb futbol izləmək və ya qəhvə içib söhbət etmək bu insanda pozitiv belə deyək də nəticələr yarada bilər. Həmçinin psixoloji dəstək və peşəkar yardım da çox önəmlidir. Dünyada getdikcə daha çox vurğulanır ki, hakimlər və ümumiyyətlə hüquq peşə sahibləri üçün psixoloji dəstək vacibdir. Bir çox ölkədə hakimlər üçün yardım proqramları mövcuddur. Burada hakimlər anonim şəkildə psixoloq məsləhəti ala bilirlər. Stresin idarə edilməsi üçün utanç duymadan psixoloqa müraciət etmək lazımdır. Psixoloq və ya terapevt hakimin yaşadığı gərginliyi peşəkar metodlarla azaltmağa, ona fərdi strategiyalar verməyə yardım edə bilər. Məsələn, kognitiv davranış terapiyası üsulları ilə psixoloq hakimə öyrədir ki, mənfi düşüncələri, məsələn, mən bu işin öhdəsindən gələ bilməyəcəyim kimi fikirləri daha realistik və pozitiv düşüncələrlə əvəz etsin. Bu stresi azaltmağa kömək edir. Bəzi hakimlər ilk addımda bunu qərbə və belə deyək, yad görsələr də, təcrübə göstərir ki, peşəkar dəstək alan hakimlərin iş performansı və həyat keyfiyyəti daha yüksək olur. Hakimlər eyni zamanda peer support deyilən, yəni həmkar dəstəyindən də yararlana bilərlər. Məsələn, bəzi ölkələrdə hakimlər öz aralarında qapalı qruplar yaradırlar və mütəmadi görüşlər keçirib streslərini və çətinliklərini bölüşürlər. O cümlədən təqaüddə olan təcrübəli hakimlər gənc hakimlərə mentorluq edirlər, onların qayğılarını dinləyir və məsləhətlər verirlər. Bu cür kollegial dəstək mühiti yaratmaq hakimlərin tənhalıq və təcrid hissini azaldır, onlara emosional dayaq olur. Həmçinin gündəlik kiçik stres idarə etməsi texnikaları da həyata keçirilə bilər. Bu, hakimin günlük iş rejimində tətbiq edə biləcəyi bəzi sadə üsullardır. Məsələn, dərin nəfəs məşqləri, məhkəmə başlayandan əvvəl, məhkəmə iclası başlayandan əvvəl və ya hər hansı gərgin an öncəsi bir neçə dəfə dərindən nəfəs alıb vermək sinir sistemini sakitləşdirir. Mindfulness meditasiyası, bu belə deyək, indiki ana diqqət yetirmə praktikasıdır. Hakimlər üçün çox faydalı ola bilər. Artıq bir sıra məhkəmə sistemlərində hakimlərə mindfulness təlimləri keçirilir. 2023-cü ildə ABŞ-ın Milli Dövlət Məhkəmələri Mərkəzi hakim və məhkəmə əməkdaşları üçün 8 həftəlik mindfulness proqramı təşkil etmişdi və iştirakçılar bunun onların rifahını artırdığını bildirmişdilər. Mindfulness insanın həm streslə baş etməsinə, həm də daha fokuslu qərar verməsinə kömək edir. Bu üsul çox sadə görünə bilər, amma müntəzəm şəkildə tətbiq olunduqda beynin stresə reaksiyasını dəyişir. Bir hakim üçün meditasiyanı öyrənmək və hər gün 10-15 dəqiqə bunu tətbiq etmək, məhkəmə günündən öncə məsələn qısa meditasiyalar etmək çox faydalı ola bilər. Əlavə olaraq progressiv əzələ belə deyək, relaksasiyası, bədənin yəni müxtəlif əzələ qruplarının ardıcıl gərib boşaltmaq metodu, sonra vizuallaşma texnikaları, vizuallaşdırma texnikaları, məsələn, özünü sakit bir məkanda təsəvvür edib bir neçə dəqiqə orada istirahət etmək, avtogen məşqlər və s. kimi psixoloji rahatlama texnikaları da var. Hakim bunlardan özünə uyğun olanını seçib tətbiq eləyə bilər. Holistik yanaşma da
belə deyək, streslə mübarizə üçün əsas üsullardan biridir. Yəni streslə mübarizə tək bir istiqamətdə olmamalıdır. Mütəxəssislər deyirlər ki, stresin qarşısını almaq üçün həm bədən, həm zehin, belə deyək də, həm də sosial mühit nəzərə alınmalıdır. Yəni yalnız idman etməklə kifayətlənmək olmaz. Eyni zamanda iş yerində müəyyən dəyişikliklər, belə də iş bölgüsü, istirahət günlərinin planlanması, ailə və dost dəstəyi də vacibdir. OGP-nin tövsiyə etdiyi kimi şəxsi burnout qarşısını alma planı tərtib etmək olar. Və burada peşəkar addımlar, məsələn, deyək ki, illik məzuniyyətlərin vaxtında götürülməsi, konferanslara qatılıb motivasiya toplamaq, deyək ki, məsələn, şəxsi addımlar, məsələn, hobbilərdir, ailə vaxtıdır, yaxud da ki, fiziki tədbirlər, məsələn, idman, sağlamlıq, qidalanma, tibbi yoxlanış mütəmadi şəkildə və inzibati addımlar tətbiq oluna bilər. Deyək ki, lazım gəldikdə əlavə dəstək istəmə, iş proseslərini optimallaşdırma kimi belə deyək də müxtəlif, yəni cəbhələrdə tədbirlər həyata keçirilə bilər. Belə hərtərəfli yanaşma stresin həyata təsirini xeyli dərəcədə azaldacaqdır. Stresin idarə olunması bir prosesdir və hər kəs üçün effektiv olan üsullar fərqli ola bilər. Əsas odur ki, hakim özünə vaxt ayırsın, bədənini və zehnini dincəltsin, yorğunluq, əsəbilik kimi siqnalları görməzdən gəlməsin, vaxtında tədbir alsın. Unutmaq lazım deyil ki, daha sağlam və sakit hakim daha ədalətli qərarlar qəbul edir. İndi isə bir qədər də obyektivliyi qorumaq üçün, yəni psixoloji tövsiyələrdən danışaq. Yəni hakimlər öz qərarlarında qərəzsizliyi maksimum təmin etmək üçün hansı üsullardan istifadə edə bilərlər? Mühakimə prosesində obyektivliyi qorumaq üçün müəyyən psixoloji tövsiyələr mövcuddur. Hakimlər üçün obyektivlik ən ali prinsiplərdəndir. Yəni tərəzinin gözünü qorumalı, şəxsi hisslər və ön yargılardan uzaq durmalıdır. Lakin əvvəl müzakirə etdiyimiz kimi insan amili tamamilə aradan qalxmadığı üçün obyektivliyi qorumaq da fərdi səy və strategiyalar tələb edir. Psixoloji baxımdan hakimin daha obyektiv qalmasına yardım edəcək bəzi tövsiyələri qeyd edək. İlk növbədə ön yargıların fərqində olmaq və özünü yoxlamaq. Hər bir hakim ilk növbədə anlamalıdır ki, o da insandır və istəməsə belə beynində müəyyən qərəzlər yarana bilər. Bu qərəzlərə qarşı mübarizənin ilk addımı onları tanımaqdır. Hakim öz-özünə periodik olaraq sual verməlidir. Bu işdə mənim şəxsi hisslərim və ya stereotiplərim qərarıma təsir edə bilərmi? Məsələn, tərəflərdən biri hakimin tanıdığı bir sosial qrupdandırsa, deyək ki, müəyyən bir peşə sahibidir, yaxud da ki, müəyyən bölgədəndir və s. Hakim özündən soruşmalıdır ki, öz-özündən soruşmalıdır ki, mən bu adama qarşı cəmiyyətdəki ümumi stereotiplərə, yəni stereotiplərlə davranmalıyammı? Daha doğrusu davranmıram ki, özünü bu cür yoxlamaq düşüncədə dürüst olmaq, yəni qərəzin qarşısını almağa kömək edir. Qeyd etmək lazımdır ki, bir çox ölkələrdə hakimlər üçün ön yargı təlimləri də keçirilir. Xüsusilə irq, cins, din kimi sosial mövzularda şuur altı ön yargıları azaltmaq üçün bu cür təlimlər həyata keçirilir. Belə təlimlərdə hakimlərə ön yargı vərdişini qırmaq strategiyaları öyrədilir. Məsələn, əksini düşünmə texnikası, yəni bir şeyi doğru hesab edirsənsə, özünü məcbur et ki, qarşı arqumentləri də tapıb özünü sübut edəsən. Hakimlər mütləq bu cür təlim və seminar imkanlarından faydalanmalıdırlar. Öyrənilən metodları gündəlik iş prosesinə tətbiq etmək vacibdir. Həmçinin qərarvermədə strukturlaşdırılmış yanaşma tətbiq olunmalıdır. Araşdırma göstərir ki, hakim
hissiyatla deyil, məntiqi bir strukturla, yəni məntiqi bir struktura uyğun qərar verdikdə qərəzlərin təsiri azalır. Məsələn, bir hakimin əlində mürəkkəb bir cinayət işi vardırsa və o əvvəlcə bütün sübutları qanuna uyğunluq baxımından qiymətləndirib, yalnız qanuni və mötəbər sübutları nəzərə alınmalıdır. Sonra həmin sübutları ayrı-ayrılıqda təhlil edib, daha sonra bütöv bir mənzərəni yaratmalıdır. Və yekunda qanun, hüququn və qanunun maddələrini belə deyək, tətbiq edərək nəticəyə gəlməlidir. Bu cür addım-addım əsaslandırılmış qərar vermə prosesi hakimin içinə dolmuş yol verilməz təsirləri kənarda saxlamasına kömək edir. Məsələn, Amerika məhkəmə sistemində aparılan bir eksperimentdə hakimlərə hüquqi cəhətdən yol verilməz olan bir informasiya, məsələn, sonradan etiraf edilmiş sübut verilib, amma ondan nəticə çıxarmamaları istənilir. Məlum olub ki, əgər hakimlər diqqətlərini işin hüquqi aspektlərinə tam cəmləyiblərsə və sadəcə qanuni meyarlarla irəliləyiblərsə, bu yol verilməz məlumatın təsirini yəni minimuma endiriblər. Yəni qanuni prosedura sadiq qalmaq və hər addımda mən bu nəticəni konkret hansı fakt və qanuna əsasən çıxarıram sualını vermək obyektivliyə xidmət edir. Digər tərəfdən fikir müxtəlifliyi və şeytanın vəkili metodu tətbiq oluna bilər. Belə ki, hakim tək başına qərar versə də beynində sanki belə bir müzakirə aparmalıdır. Yəni bir qərara gəlməzdən əvvəl qarşı tərəfin arqumentlərini özü üçün yenidən gözdən keçirməlidir. Əks mövqedən baxmağa çalışmalıdır. Bunu bəzən özünə şeytanın vəkili olmaq deyirlər. Yəni sanki öz fikrinə qarşı şəxs öz fikrinə qarşı yəni mübahisə edir. Məsələn, hakim düşünür ki, A variantı doğrudur. O halda özünə deyir ki, bəs əgər A yanlış olsa, mən niyə yanlış yoldayam? B variantını dəstəkləyən nə ola bilər? Bu üsul deyək ki, qərarı tələsik bir tərəfli verməyin qarşısını alır. Hakim həmçinin imkan vardırsa, hüquqşünas köməkçisinin və ya həmkarlarının rəyini də soruşa bilər. Təbii ki, prosesual sirri pozmamaq şərti ilə. Bəzən kənar bir insanın bu məsələ ilə əlaqədar deyək ki, məsələn, yanaşmalarını da öyrənmək mümkündür. Bu da hakimin gözündən qaçan məqamlara işıq sala bilər. Tətbiq olunan metodlardan biri də bu impulsiv qərarlardan çəkinməkdir. Xüsusilə emosional anlarda və ya çox yorğun halda dərhal hökm vermək risklidir. Hakim hiss edir ki, hal-hazırda çox əsəbidir və obyektiv düşünə bilmir. Belə halda mümkün qədər qərarı ertələmək lazımdır. Məsələn, məhkəmədə gərgin bir hadisə yaşanıbsa, tərəflər mübahisə edib, hakim özü əsəbləşib, hökmü dərhal elan etmək əvəzinə, məsələn, sabaha təxirə salmaq və ya ən azı fasilə elan etmək doğru olar. Bu, hakimin sakitləşib məntiqli düşünməsinə fürsət yaradır. Eyni ilə günün sonunda çox yorğun düşmüş hakimin mürəkkəb bir vəzifəni, məsələn, uzun bir hökmün yazılmasını biraz ertəsi günün səhərinə saxlamağı daha yaxşı nəticə verə bilər. Çünki dincəlmiş beyin daha obyektiv qərar verir. Bunu artıq elmi tədqiqatlar da təsdiqləyir. Daha əvvəl qərar yorğunluğu barədə də, yəni nümunədə biz bu haqda danışmışdıq. O cümlədən qərəz yaranan situasiyaları müəyyən edib onlardan yayınmaq lazımdır. Yəni bəzi hallarda hakim özünü belə də tanımaqla önləyici addım ata bilər. Məsələn, əgər hakim bilir ki, müəyyən bir tanışı və ya uzaq qohumu olan bir şəxs onun qarşısında mühakimə olunur və ən yaxşısı işdən özünü kənarlaşdırmaqdır. Bu halda hakim belə deyək də işdən yəni kənarlaşmaqdan çəkinməməlidir. Bu həm etik tələblərdə var, həm də hakimin özünü yəni mənəvi cəhətdən rahat hiss etməsi üçün vacibdir.
Yaxud hakim hiss edir ki, müəyyən bir mövzu onu xüsusilə çox emosional edir. Tutaq ki, uşaq zorakılıq halları onun üçün çox ağırdır. Çünki özü belə bir halla üzləşib keçmişdə. Və belə hallarda hakim lazım bildikdə məhkəmə sədrlərindən xahiş edə bilər ki, həmin kateqoriya işləri ona verməsin. Əlbəttə, bu həmişə mümkün olmaya bilər, amma bəzi yurisdiksiyalarda iş bölgüsü zamanı, yəni bu nəzərə alınır. Hər bir halda hakim hansı hallarda obyektivliyini itirə biləcəyini özü üçün səmimi şəkildə müəyyənləşdirməlidir və həmin riskli hallarda əlavə ehtiyat tədbirləri görməlidir. Və mütəmadi təlimlərdə iştirak etmək, özünü inkişaf etdirmək, bu da mühüm tədbirlərdən biridir. Xüsusilə obyektivliyi qorumağın yollarından biri və belə deyək, davamlı olaraq özünü inkişaf etdirməkdir. Hakimlər üçün psixoloji mövzularda seminarlar, qərar vermə təlimləri, ön yargılar barədə müzakirələr çox faydalı ola bilər. Beynəlxalq təcrübədə artıq emosional zəka kimi mövzularda hakimlər üçün təlimlər keçirilir. Belə tədbirlər hakimin öz üzərində düşünməsini, zəif nöqtələrini görməsini təmin edir. Həmçinin mədəniyyətlər arası təmaslar da ön yargıları azaldır. Yəni hakimlər müxtəlif sosial qruplardan olan insanlarla ünsiyyətdə olsalar, stereotipləri qırmaq asanlaşır. Məsələn, gənclərlə görüşən, onların baxışını anlayan bir hakim gənc yaşlı təqsirləndirilənə qarşı əvvəlcədən negativ yanaşmaya bilər və ya fərqli etnik icmalarla tanış olan hakim onlara dair cəmiyyətdəki yanlış stereotiplərə təbii olaraq daha az inanacaqdır. Və hakimin öz rifahını qoruması əhəmiyyətlidir. Belə deyək də, xüsusilə bu birbaşa obyektivliklə bağlı görünməsə də əslində çox əlaqəlidir. Çünki stresli, yuxusuz, emosional, yorğun hakim istər-istəməz daha qərəzli və səhv qərarlar verəcəkdir. Buna görə obyektivliyi qorumaq üçün hakim həm də öz stresini idarə etməlidir, sağlam qalmalıdır. Stresin idarə olunması ilə bağlı belə deyək, qeyd elədiyimiz üsullar, bayaq qeyd elədiyimiz üsullar, bu istirahət, idman, meditasiya və s. Dolayısıyla hakimin obyektivliyinə xidmət edir. Özünü yaxşı hiss edən, sakit və diqqətli hakim təbii ki, daha ədalətli qərarlar verəcəkdir. Elə ABŞ Ali Məhkəməsinin sədri John Robertsin işarə etdiyi balta itiləmə, bayaq qeyd elədiyimiz balta itiləmə misalı da budur. Yəni hakim öz alətini, yəni zehnini və bədənini iti saxlamalıdır ki, işi də ədalətli, düzgün şəkildə həll edə bilsin. Və etik qaydalara ciddi riayət olunmalıdır. Yəni hər bir hakimin andisti, etik davranış kodeksi vardır. Orada obyektivliyi qorumaq üçün konkret göstərişlər olur. Məsələn, tərəflərə icazəsiz, yəni tərəflərlə icazəsiz kommunikasiya qurmamaq, şəxsi maraq olduqda işi aparmamaq, cəmiyyət qarşısında neytral qalmaq və s. Yəni bu kimi qaydalar, yəni ciddi əməl etməyin özü də psixoloji olaraq hakimi düzgün yola istiqamətləndirir. Məsələn, hakim etik olaraq tərəflərdən hər hansı biri ilə yaxın münasibətdə olmadığını bilir və buna riayət edirsə, beyni də rahat olur. Yəni etik çərçivə bir növ mental bariyer rolunu oynayır. Hakim bu əsasən, yəni bunun nəticəsində, yəni etik belə deyək də məhdudiyyətlərin əsasında həmin ədalət xəttlərini keçmir. Qeyd olunan tövsiyələrə əməl edən hakim həm peşə etikasını qoruyur, həm də son nəticədə verdiyi qərarların ədalətliliyini təmin edir. Əlbəttə, bunlar asan deyirlər və hər zaman mümkün olmaya da bilər. Ancaq məqsəd ondan ibarətdir ki, davamlı olaraq şuurlu səy göstərmək gərəkdir.
Yəni obyektivlik bir dəfə əldə edilən və bitən bir xüsusiyyət deyil. Onu hər gün, hər işdə qurmaq lazımdır. Və bu da bir növ zehni əzələ kimidir. Yəni məşq etdikcə güclənir. Hakimlər öz zehnini bu cür məşq etdirməli. Mümkün qərəzləri yəni gördükcə düzəltməlidir. Yəni ədalət idealına davamlı olaraq sadiq qalmalıdır. Sonda qeyd etmək yerinə düşər ki, hakimlərin qərar vermə psixologiyası və stresini anlamaq hüquq sistemi üçün son dərəcə vacibdir. Hakim qanunun tətbiq edicisidir. Yəni o bir robot deyil, insandır. İnsan amili isə həm güclü tərəfləri ola bilir. Məsələn, insani dəyərlərdir, vicdandır, təcrübədən irəli gələn müdriklikdir. Eyni zamanda həm də zəif tərəfləri ola bilir. Məsələn, emosiyalara qapılmadır, ön yargılardır və s. Bu videoda izah etməyə çalışdıq ki, bir hakimin belə deyək, qərar vermə prosesində onun həm emosional, həm də intellektual halında müxtəlif proseslər baş verə bilir. Və təbii olaraq bunlar onun qərarına da müəyyən təsir göstərir və o təsirləri yəni azaltmaq üçün müəyyən tədbirlər mütləq şəkildə həyata keçirilməlidir. Eyni zamanda hakimlərin üzərinə düşən böyük bir yükün bu yəni stres faktorlarının belə deyək, yəni, bu video daxilində fərqinə vardıq. Hüquqşünaslar üçün bu biliklər önəmlidir. Çünki məhkəmə prosesində təkcə qanunları bilmək yetərli deyil. Hakimin hansı hallarda daha gərgin ola biləcəyini, nəyin onun üçün həssas mövzu olduğunu anlayan vəkil bəlkə də öz taktikasını da buna uyğun quracaqdır. Məsələn, vəkil bilir ki, deyək ki, günün sonunda hakim çox yorğun olur. Onda ən önəmli arqumentlərini səhər irəli sürməyə çalışacaqdır. Yaxud hakimlərin də insan olduğunu dərk edən hüquqşünas onlardan qeyri-real mükəmməllik gözləməyəcəkdir. Onların da səhv edə biləcəyini anlayacaqdır və bunu normal qarşılayacaqdır. Hakimlər üçün isə bu mövzuları öyrənmək bir növ öz güzgülərinə baxmaq kimidir. Yəni hər bir hakim periodik olaraq öz qərarlarını, davranışlarını təhlil etməlidir. Məsələn, mən bu həftə işdə nədən əsəbləşmişəm deyə özünə sual verə bilər. Yaxud da ki, niyə filan işə qərar vermək mənə çətin gəldi? Yaxud özümü nə zaman qərəzli tutdum və necə düzəltdim? Bu sualların cavabını tapmaqla hakim həm peşəkar kimi, həm də bir insan kimi böyüyür. Stresin idarə olunması və obyektivliyin qorunması bunlar belə deyək, bir-biri ilə əl-ələ gedirlər. Yəni biri digərindən təzyiq olunmuş formada fəaliyyət göstərmir. Stresi azalda bilən hakim soyuqqanlılığı qoruyur. Soyuqqanlı hakim isə daha obyektiv olacaqdır təbii ki. Məhkəmə sistemi də öz növbəsində hakimlərin rifahına investisiya etməlidir. Yəni onlara normal iş şəraiti, psixoloji dəstək, təlim imkanları yaratmalıdır ki, hakimlər özlərini tükətməsinlər. Və bu da nəticə etibarilə cəmiyyətin daha ədalətli, daha etibarlı məhkəmələrə sahib olması ilə nəticələnir. Ümid edirəm ki, bu mövzu sizə hakimlərin qərar vermə prosesinin pərdə arxasını və stres amilinin əhəmiyyətini anlamaqda yardımcı olacaqdır. İzah etməyə çalışdığımız bu məsələlər əslində çox dərindir və geniş elmi araşdırmalara əsaslanır. Amma ən başlıcası odur ki, ədalət mühakiməsinin mərkəzində dayanan insan faktorunu heç bir zaman unutmamalıyıq. Hakimlər də öz üzərlərində işləyərək daha yaxşı qərarlar verməyə cəhd göstərməlidirlər. Hüquqşünaslar və cəmiyyət də onlara bu yolda davamlı olaraq anlayış və dəstək göstərməlidir.
Beləliklə, ədalətli qərarlar verən, stresini idarə edə bilən, obyektivliyini qoruyan hakim həm özü xoşbəxt olur, həm də cəmiyyətdə, yəni cəmiyyətə layiqli xidmət göstərmiş olur. Bu da hüququn aliliyinin və ədalətin zəfərinin təmin olunmasında ən mühüm şərtlərdən biri hesab olunur. Bu qədər. Hakim qərarlarının qəbul olunması psixologiyası ilə və onun idarə olunması ilə əlaqədar olan məsələləri müəyyən mənada izah eləməyə çalışdıq. Ümid edirəm ki, faydalı olacaqdır. Dinlədiyinizə görə minnətdaram. Videomuzu da bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, minnətdaram.